Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün davam edək təsriflənməyən fiillərdən. Ümumiyyətlə təsriflənən və fiillər iki yerə bölünür. Nitq sələrindən bilirik ki, əsaslarından biri də feildir. İki yerə bölünür. Təsriflənən və təsriflənməyən. Təsriflənən nə üçün feillər iki yerə bölünür? Bunların bir-birindən fərqi nədir? Yəni bunlar haqqında danışaq. Təsriflənməyən feillər şəxsə və keymiyyətə görə dəyişə bilmir. Keymiyyət nədir? Yəni cəmdə olması da, üstəgəl larilər. Düzdür, istisna var. Məsələn, elələri var ki, larilər qəbul edirəm. Ondan qabaqda ayarla danışanda deyəcəm. Amma istisnalar qaydanı dəyişmir. Qayda yenə də belədir ki, şəxsə və keymiyyətə görə dəyişə bilməyən feillərə təsriflənməyən feillər deyilir. 3 dənə bizim təsriflənməyən feilimiz var. Məstər, feil sifət və feili bağlama. Bunların demək buna təsriflənməyən feillərdir, düzdürmü? İndi təsriflənməyəndən təsriflənən feillərin oxşar cəhəti var. Nədir? Gəlin ondan danışaq. Oxşar cəhət nəyin oxşarıdır? Təsriflənən və təsriflənməyən feillər. Hər ikisində də hərəkət anlayışı var. Hər ikisi də feildən, hər ikisində biz nitq səsi kimi feil götürürük, amma fərqli cəhətlərdən danışacağıq qabaqda. Hər ikisində məzmununda hərəkət anlayışı var. Təsriflənməyən feillər hansılardır? Məstər, feil sifət və feili bağlama. Bunlar təsriflənməyən feillərdir. Bunların hər üçü digər təsriflənən feillər kimi hərəkət bildirirlər. Yəni feilin xüsusiyyətlərini daşıyırlar. Amma bunların indi biz fərqli cəhətdə deyəcək ki, daha doğrusu təsriflənəndən fərqi odur ki, təsriflənən feillər ancaq hərəkət bildirir, düzdürmü? Ad bildirmir, nəyinsə adını ya da tərzini bildirmir, əlamətini bildirmir. Təsriflənən feillər ancaq feildir də, məsələn, baxmaq. Baxmaq deməyək, baxdı. Bu dı-dı keçmiş zaman şəkilçisidir. Təsriflənən də təsriflənən feildir. Çünki təsriflənməyənin hansısa bir şəkilçisi yoxdur burada. Şəkilçisi yoxdursa, biz bunu atacağıq təsriflənənin üstünə. Təsriflənən feildir. Biz dedik ki, təsriflənən feillər ancaq hərəkət bildirir. Düzdür, təsriflənməyən də hərəkət bildirir. Amma təsriflənməyən o 3 dənə feil var, məstər, feil sifət, feili bağlama. Bunların digər təsriflənəndən fərqli xüsusiyyəti odur ki, uşaqlar, hər bir ayrı-ayrılıqda ikinci bir nitq hissəsində xüsusiyyətini bildirir. Deyəcək ki, məstər ismi, qabaqda daha geniş yazacağıq. Feil sifət feillə əlavə sifətin, feili bağlama feillə əlavə olaraq zərfliyin xüsusiyyətini daşıyır özündə. Bundan qabaqda daha geniş danışacağıq. Hər nəysə, gəlin buranı pozaq. Demək. Dedik ki, həm təsriflənən, həm də təsriflənməyən fərq bildirir. Bunu bildik. Təsdiqdə və inkarda olur. Baxın. Bir dənə götürək yaz feilini. Yaz nə idi? Yaz, düzdürmü? Yazaq ki, yazdı. D burada nədir? Zaman şəkilçisidir. Maqməkədir, məstərdir. Demək, bu necə feildə təsriflənən feil? Çünki təsriflənməyənin heç bir şəkilçisi burada yoxdur deyə biz buna təsriflənən feil deyəcəyik. Maqmək məstərdir deyə biz buna deyəcək təsriflənməyən feil. Deyirik ki, həm təsriflənən, həm də təsriflənməyənin oxşar cəhəti odur ki, hər ikisi də təsdiqdə və inkarda olur. Gəlin, baxaq. Yazdı. Yazdı necədir? Təsdiqdə yoxsa inkardır? Təsdiqdir. Yazmaq. Təsdiqdə yoxsa inkardır? Təsdiqdir. Amma deyirik ki, yazmadı. Bu necədir? Mamə var, inkar şəkilçisi var. Demək, bu inkardadır. Yenə də təsriflənən feildir. Amma görürsünüz, biz bunu inkarda işlətdik. Döydü, yenə də zamanda, keçmiş zaman. Sonra yazmaq, yazmamaq. Maqmək burada nədir? Məsləridir. Mamə nədir? İnkardır. İnkar. Gördünüz, həm təsriflənən feil, həm də təsriflənməyən feil inkarda işlənir. Təsdiqdə zaten işlənir. Məsələn, yazdı, yazmaq. Demək, təsirli və təsirsiz olur. Təsirli, təsirsiz nədir? Baxın, biz ismin hallarından birində deyirik ki, var orada təsirlik hal. Təsirlik hal. Bu təsirlik hal hansı nitq xüsusiyyətdir? İsmə, düzdürmü? İsmin halları deyirik də ağzımızda. Məsələn, kitabı aldım. Ya da kitab aldım.
İkisi də təsrih haldadır. Sadəcə biri bax bu müəyyəndir, bu isə qeyri-müəyyəndir. Çünki şəkilçisi işləməyib, amma mənası var. Hər ikisi də nədir? Təsrih halda olan isimdir. Amma bir də var təsirli, təsirsiz feil. Bax, isimlə feildə üçün qarışdırmayın. Təsirli deyir ya, təsirli, təsirsiz feil. Aha, bu nədir? Bununla əslində eynidir ha. Bax, bununla, bu cümlə ilə yaxındır. Məsələn, deyirik ki, feil, adımıza feil deyirik. Biz orada kitabı feilinə deyə bilmərik ki, təsirli feildir. Axı, kitabı ümumiyyətlə feil deyil axı. Buna bir dənə feil artırmalıyıq. Bax, bu mövzuda bir dənə bizə feil lazımdır. Məsələn, yazaq baxmaq. Sonra başqa nə feil yazaq? Yazaq yazmaq. Başqa nə yazaq? Məsələn, bax, buradakı feil yazaq. Aldım və ya almaq eynidir. Aha, baxaq görək bunlar təsirli feildir yoxsa təsirsiz feildir. Baxmaq. Təsirli halın, bax, isimdəki təsirli halın sualı nə idi? Kimin, nəyi, haranı, düzdürmü? Oradakı nəyi var ha? Kimin, nəyi, haranındakı nəyi var ha? O həmçinin təsirli halda olan feilə də bizə, təsirli hal yoxcaşdım. Təsirli feildə də bizə lazım olur o nəyi sualı. İsimli təsirli halındakı nəyi sualı bizə təsirli feildə də lazım olur. Həmin o feilin əvvəlinə nəyi sualını artırıq. Nəyi baxmaq deyə bilirik? Yox. Nəyi yazmaq deyə bilirik? Bəli. Nəyi aldım deyə bilirik? Bəli. Yəni, biz deyəcək ki, baxmaq feili təsirli feil deyil. Yazmaq feili, bəli, təsirli feildir. Yəni, təsirli, təsirsiz feil odur ki, əvvəlinə nəyi sualını qoya biliriksə, o olacaq təsirli feil. Əgər nəyi sualını qoya bilmiriksə, məsələn, baxmaq feili kimi, nəyi baxmaq deyə bilmirik, ancaq nəyə baxmaq deyirik. Bunlara da başqa demək olur ha. Məsələn, nəyə yazmaq, nəyə aldım, kimə aldım deyə bilirəm. O suallardan əlavə olaraq mən nəzərdə tuturam ki, nəyi sualını verə biliriksə, təsirli feildir. Əgər o suallardan əlavə olaraq nəyi sualını verə bilmirəmsə, onda bax belə təsirsiz feildir. Aha, təsirli, təsirsizin bir çətin yanı yoxdur. Təsirli, təsirsiz feilin. Əvvələn nəyi sualını artıra bilirəmsə təsirli feil, nəyini artıra bilmirəmsə təsirsiz feil. Daha sonra, hər nəysə. Qrammatik məna növlərində işlənə bilir. Ümumiyyətlə biz keçmişik ki, feilin hansı qrammatik məna növləri var? Məlum, məchul, qayıdış, birgəlik və s. Məsələn, yazaq ki, qapı örtüldü. Örtüldü. Sözün kökü nədir burada? Ört. Il, il, ul, ül. Məchul növün şəkilçisi. Il, il, ul, ül. Il 4 cür, ın 4 cür, n. Bunlar 3 dənə növdə var. Həm məchulda, həm qayıdışda. Qayıdışda bilirik ki, işi öz üzərində görürdü. Məchulda bilirik ki, işi görə məlum deyildi. Şəxssiz də bir də işlənirdi. Şəxssiz. Burada ümumiyyətlə, məsələn, məchulda işi görən bərpa etmək olur. Məsələn, qapı Mikail tərəfindən örtüldü deyə bilirik. Amma şəxsizdə onu bərpa etməkdə heç olmur. Mübtədanı, işi görəni bərpa etmək olmur heç. Hər nəsə, bu üçünün də şəkilçisi ıl-ın-ıdır. Deməli, biz deyirik ki, həm təsriflənən feil, həm də təsriflənməyən feil, hər ikisi də feilin qrammatik məna növlərində işlənə bilir. Nə deməkdir? Siz bunu mənə bircə-bircə əzbər-əzbər danışmayacaqsınız. Sadəcə cümləni başa düşəsiniz. Yanından əzbərləməyəsiniz deyə mən bunu bircə-bircə izah edirəm. İzahın uzun olmağından qorxmayın. Mən onu bircə-bircə sizdən soruşmayacağam. Sadəcə başa düşəsiniz deyə nə demək istəyir bu? Ona görə nöqtə verişinə qədər izah edirəm. Nəysə, qrammatik məna növlərində işlənə bilir. Nə deməkdir? Bax, deyir, örtüldü. Qrammatik məna növlərində işlənir? Bəli. Məchul növün şəkilçisi var. Demək, bu məchul növdədir. Aha. Döydü nədir? Keçmiş zamandır. İndi bu hansıdır? Təsirli feil yoxsa təsirsiz feil? Təsirlənən feil yoxsa təsirlənməyən feil? Təsirlənən feil. Niyə təsirlənən feil? Çünki mən dedim ki, təsirlənməyən şəkilçiləri var daha. Məchul, məsdər, feil sifət və feili bağlamadakı. Onların şəkilçiləri işləməyibsə, demək o təsirlənən feildir. Gördünüz, örtülü, təsirlənən feildir. Məsələn, örtülmək. Örtülmək. Ya da olsun örtünmək. Eyni mənanı, yəni eyni ikisi də feilin qrammatik məna növlərindən biridir. Ört sözün kökü, örtün, qayıdış növ, örtülmək. Orada örtülmək olsaydı nə olacaqdı? Məchul növ olacaqdı. Amma örtülmək işi özünə görürdü. Biz onu qayıdış götürürük. Maqməkdə məsdəri. Bu nədir? Örtülmək, qayıdış növdə olan təsriflənməyən feil. Nə üçün təsriflənməyən? Çünki məsdər şəkilçisi var. Bir də uşaqlar, mən sizə 7-ci siniflər indi bilər. 7-ci sinifləri mən qayda keçəndə demişdim ki, ay uşaqlar,
Bütün feillər feilin müddəki hansısa bir qrammatik məna növündədir. Məsələn, deyir örtülmək, örtülmək. Düzümü? Bu hansı növündədir? Məhsul. Bəs örtmək? Məlum. Nə üçün məlum demişdik biz? Mən izahda demişdim ki, hansı ki heç bir məna növünü ödəmirsə feillərdən atırıq məlumun üstünə. İndi sizcə hansısa bir feil istəyir təsriflənməyən olsun, istəyir təsriflənən olsun, fərq etməz. Hansısa bir məna növünün şəkilçisi yoxdursa, amma feildirsə biz ona nə deyəcəyik? Məlum növ deyəcəyik də. Demək, həm təsriflənən feil, həm də təsriflənməyən feil mütləq hansısa bir məna növündə olur. Ən azından məlum növdə olur. Axı heç bir növün şəkilçisi yoxdursa biz onu atırdıq məlum növün üstünə. Heylə. Sonra fərqli cəhətlər. Təsriflənənlə təsriflənməyənin fərqli cəhətlərinə baxaq. Mən birinci buraları təmizləsəydim. Neyse. Davam edək. Təsriflənən feillər, bax fərqli cəhətlərdən danışır. İndi bizə deyir təsriflənən feil, yəni məsdər fəlsəfi feili bağlama olmayan feil. Deyir bu feillər, təsriflənən feillər, feilin qrammatik xüsusiyyətlərini daşıyır. Yəni yalnız feil olurlar cümlə özü olaraq. Biz ona başqa nitqsiz deyə bilmirik. Yox. Belə deyək. Baxın. Bu onu demək istəmir. Nəyi demək istəyir? Həm təsriflənən feil, həm təsriflənməyən feil. Hər ikisinin də oxşarı nədir? Hər ikisi də nitq səsi olaraq nədir ay uşaqlar? Feildirlər. Hər ikisi də feilin xüsusiyyətlərini daşıyır. Amma fərqli cəhət nə idi? Fərqli cəhət o idi ki, təsriflənməyən feillər yalnız feilin xüsusiyyətini daşıyır. Məsələn, ismin xüsusiyyətini daşımır, zərfin xüsusiyyətini daşımır. Yox. Bu birisine ait idi, səhv yerə yazdım. Bir dəqiqə. Ayda, çox sildim. Təsriflənməyən feil. Təsriflənən feil deyirik ki, yalnız feilin xüsusiyyətini daşıyır. Yəni, məsələn, ikinci bir nitq səsinin xüsusiyyətini daşımır. Heç vaxt, məsələn, ismi sonuna cavab verə bilməz təsriflənən feil. Amma təsriflənməyən feil dedi ki, oxşar cəhətdir ikisində də feilin xüsusiyyətini daşımaq. Amma təsriflənməyən feil feillə əlavə olaraq başqa nitq səsinin xüsusiyyətini daşıyır. İndi biz, məsələn, məsdəri mən bir izahlar verəndə məsdərə deyəcəm. Məsdər hansının xüsusiyyətini daşıyırdı? Feil və isim. Feil sifət. Adında da vardı feili sifət. Feil və sifət. Bəs feili bağlama. Feil və zərf. Zərflik yox, zərf. Bütün zərflər çünki zərflik sayılır, amma bütün zərfliklərin içində hamısı zərf deyil də, başqa nitqsələrdə olur. Hər neysə uşaqlar. Demək, biz dedik ki, təsriflənən feil yalnız feilin, təsriflənməyən feil həm feilin, görürsünüz, hər üçündə də feil var. Amma əlavə olaraq başqa nitq hissələrində xüsusiyyətlərini daşıyırlar. Görürsünüz? Sonra. Başqa görək nə deyir? Şəxsi və kəmiyyətə görə dəyişə bilir. Təsriflənən feillər cümlədə yalnız feili xəbər alır. Gəlin buna baxaq. Şəxsi və kəmiyyətə görə dəyişir. Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn, yazır feili, necə feili təsriflənən, təsriflənməyən, təsriflənən. Çünki zaman şəkilçisidir. Burada heç bir təsriflənməyənin şəkilçiləri yoxdur. Yazır feili təsriflənən feildir, yəni. İndi biz buna deyək, kəmiyyətə görə dəyişir. Yazırlar. Cəm şəkilçisi həmişə qrammatikdə yadda saxlayın. Ümumiyyətlə biz demişik ki, ismin 4 kateqoriyası vardır. Cəm, mənsubiyyət, hal, bir də xəbərlik. Bax, təkrar edirik. Hamısı da qrammatik şəkilçilərdir. İsmin bütün şəkilçiləri qrammatikdir. Larlər qrammatikdir. Demək, şəxsi və kəmiyyətə görə təsriflənən feil dəyişir. Amma məsələn, təsriflənməyən feil dəyişmir. Oxumaqlar deyə bilmirik. İstisnalar var. Məsələn, oxumaqları. Mənsubiyyət şəkilçisi qəbul edildə cəm şəkilçisi artırıla bilir. Amma istisna heç vaxt qaydanı dəyişmir.
Qayda olaraq deyirik ki, təsriflənməyən feillər şəxsə və kəmiyyətə görə dəyişmir. Təsriflənənlər bəli dəyişə bilir. Bir də cümlə üzvlərindən baxın. Gəlin burada əlavə edeyim. Cümlə üzvlərindən hansı cümlə üzvləri var? Mübtəda, xəbər, təyin, tamamlıq, zərflik. Zərf yox, zərflik. Aha, mübtədanın işarəsi nə idi? Bir dənə xətt, xəbər, 2 dənə xətt, təyin belə, tamamlıq belə, zərflik isə belə. Deyirik ki, feillər neçə yerə bölünür? Təsriflənən və təsriflənməyən. Aha, təsriflənən feillər yalnız feili xəbər olur. Təsriflənməyən feillər isə digər nitq hissələri olmur da və bunlar olmur. Xəbərdən isə yalnız feili xəbər olur. Təsriflənməyən feillər var da, məsdər, feil, sifət, feili bağlama. Bunlar isə feili xəbərdən başqa bütün nitq hissələri olur. Gördünüz, necə bir-birinə ziddir bu mövzuda. Təsriflənən feil yalnız feili xəbərdir. Məsələn, ismi xəbər olmaz, təyin olmaz, mübtəda olmaz, zərflik olmaz, tamamlıq olmaz. Təsriflənməyən feil isə bunların hamısı olur. Amma bir dənə xəbərdə bunun tam ziddidir də. Bu feili xəbər olur. O isə feili xəbərdən başqa bütün nitq hissələri, yəni ismi xəbər olur, bütün nitq hissəsi nə idi Allah? Cümlə üzvləri olur. Cümlə üzvləri. Hə, belə. Çalışıb siz də mənim kimi nitq hissəsi deyərsiniz. Hər neysə. Keçdik indi ardına. Cümlədə yalnız feil xəbər olur. Bunu izah elədim. Sonra təsriflənməyən feillər. İndi baxın, mən burada cədvəldə yazmışdım. Təsriflənən feil, təsriflənməyən feil. Təsrifləndə nə yazırdıq? Yalnız feili xəbər olur. Cümlə üzvü olaraq. Çünki xəbər cümlə üzvüdür. Bu isə feili xəbərdən başqa hamısı olur. Sonra başqa nə vardı burada? Bunu yuxarı getmirik. Aha, davam eləyək. Məsəllərdən başlayırıq. Bax, bu yaxdan mən təsriflənən, təsriflənməyən oxşar fərqli cəhətlərindən danışdım. İndi başlayaq təsriflənməyənin birinci növündən, məsəllərdən. Məsəllərin sadəcə bir dənə şəkilçisi var. Maq, mək. Başqa şəkilçisi yoxdur. Maq, məkdə elə harda görürüz? Ancaq məsəllərdir. Başqa yəni maq, məklə amonim olan şəkilçisi yoxdur. Məsələn, burada veribdə oxumaq, yazdırmaq, işləmək. Yazdırmaq nədir? İcbar növdə olan feildir. Görürsünüz, İcbar növbədən təsriflənməyən feilin şəkilçisi qoşula bilir. Adi bu feilə də heç təsriflənməyən feilin şəkilçisi, yəni kökə də qoşula bilir. Leksiya şəkilçili sözü də qoşula bilir. Həm feilin, həm də isim xüsusiyyətlərini daşıyan məsəl feilin kökünə və ya başlanğıc formasına qoşulmaq üzrədir. Burada dediyimdə elə yazdırmaq feilin başlanğıc forma nə idi? Yazdırmaq. Bu sözün başlanğıc forması nədir? Yazdır. Nə üçün? Sonuncu leksiya şəkilçisiyə qədər olan hissə demişdim də, düzdürmü? Bax belə. Gördünüz? Yazdırmaq. Demək, maq-məkin tərifində nə üçün deyir feilin kökünə və ya başlanğıc formasına? Yəni, qrammatik şəkilçidən sonra birbaşa məsələnin şəkilçisi gəlməz, onu nəzərdə tutur. Ya kökünə qoşulmalıdır, ya da ki, başlanğıc formasına. Başlanğıc formada bilirik də, sonuncu leksiya şəkilçisiyə qədər olan hissədir. Heç vaxt başlanğıc formanın sonunda qrammatik şəkilçi olmaz. Hə. Bəzən müamil şəklində də olur. İndi onu deyəcəm. Necə olur? Bax, burada görün verib. Aha, bax, burada da verib. Gəlin, mən indi onu izah edeyim sizə. Verək. Baxmaq. Baxmaq. Aha, maq-mək nədir? Burada məsələrin şəkilçisi. Biz buna deyəcəyik ki, təsriflənməyən feildir. Feil nöqtəsi olaraq, amma hansı feildir? Təsriflənməyən feil. İndi deyirik ki, baxmağı xoşumuza gəlmədi. Elə baxmağı, əsəbi baxmağı, acıqlı baxmağı xoşumuza gəlmədi. Bax, yenə kök, maq-məkin yerinə məsdər. I nədir burada? Onun baxmağı deyirik də, düzdürmü? I nədir burada? Mənsubiyyət şəkilçisidir. Aha. Bəzən baxmağı da düzgün formada yazılıb ha, amma baxması da düzgün formada yazılıb. Hər ikisi də eyni mənanı bildirir. Hər ikisi də doğrudur. Sadəcə bəzən ğısı da ola bilər. Necə olur? Baxması, sı nədir burada uşaqlar? Bitişdiricidir. Mən demişdim ki, bir yaxın dedimdə 3 dənə bitişdirici var. Nəyəsə. Mas deyə bir məsdər yoxdur da.
Amma mənada baxmağı var. Demək, ma burada əslində nədir? Maqmək olan məstər şəkilçisinin qısaldılmış formasıdır. Q oradan yoxa çıxıb. S orada biçdirici, I da mənsubiyyət şəkilçisi. Yenə deyirəm, onun baxmağı, onun baxması özünə əlverişli halda söz tələb edirsə, I nədir burada? Mənsubiyyət şəkilçisi. Elə bir ki, gəli ilə mənsubiyyət ayrılmayan bacılardır da, demişəm. Ma burada məstərin qısaldılmışıdır, maqdır əslində, S bitişdiricidir, I da mənsubiyyətdir. Aha, belə də götürə bilərsiniz. Bunu ayrıca belə də götürə bilərsiniz. S ortaqda da qala bilər. Necə? Yəni baxın, baxması. Deyirik ki, bunu eksik təhlil edəndə mamə belə götürülür. S belə də götürülə bilər. Ya da ola bilər ki, heç S-nı Allah tam sildim. Hər nəysə. S-nı da baxması, düzdürmü? Bunu belə də verə bilərsiniz. S belə ortaqda da qala bilər. Başında heç olmaya da bilər. Hə, nə danışırdıq? Demək, madan danışdıq ki, bəli, oxuması çox zaman mənsubiyyət şəkilçili. Aha. Mənsubiyyət şəkilçili işlənə dediyimiz kimi mayə ilə işləndi. Bir də uşaqlar, inkardakı mamə ilə məstərdəki maməni qarışdırmayın. Baxın, burada görürsünüz, oxuması, baxması verildi, düzdürmü? Burada inkar məzmunu var, baxması yox. Biz bunu inkar üçün gərək baxmaması deyək, baxmaması. Onda hə, deyəcək ki, baxma. Bilirik ki, həmişə inkarda vurğu, inkardan əvvəlki ecəyə düşür. Baxma deyiriksə, demək, inkar baxdan sonraki mamədir. Buradakı mamə deyil. Buradakı mamə deyil, buradakı mamədir inkar. Çünki vurğu həmişə inkardan bir vahid əvvələ düşür. Demək, bu da inkar. Bu nədir? Məstərdir. Belə qarışdırmayın. Biri var, deyirdi ki, oyun zamanı, məsələn, deyir, qaçma. Mamə biri var, isim düzəldən şəkilçi. Yazaq bura mamə. Nə olur? Məstər ola bilir. Düzdürmü? Bir də var, isim düzəldən şəkilçi. Aha. Məsələn, burada yazmışım qaçma. Deyirəm ki, bir də inkarda var idi də, inkarda mamə. Deyirəm ki, qaçma, ay uşaq, qaçma. Burada vurğu hara düşdü əvvələ? Biz burada intonasiya ilə biləcək ki, bu inkar şəkilçisidir mamə, ya yox. İsim düzəldən şəkilçi. Bax, ağzımda düzəldən şəkilçi deyirəm. Demək, bu nəsə düzəldilsə, demək, bu nədir? Leksik şəkilçidir. Məsələn, deyir, burma saç. Bur fiilindən burma ismi yaranıb. Nədir bu? Leksik şəkilçi. Bir də məstər kimi, bax, məsələn, bir yaxud dedim, onun baxması. Baxması. Görürsünüz, burada da mamə formasında işləndi. Biri var, deyirəm ki, oyun zamanını qaçma, onu əldən saldı. Məsələn, oyunda qaçma, bax, qaçmaq demirəm də, qını orada yedim. Qaçma da demirəm, çünki inkarlıq bir məna yoxdur burada. İnkarlıq yoxdur burada. İsim düzəldən vurma kimi də bu işlənməyib. Sadəcə deyir, oyun zamanı qaçma, yəni qaçmaq, q elə bir ki, bizim xəyal düş dünyamızdadır da, q. Qını yemişəm. Oyun zamanı qaçma bizi əldən saldı. Aha. Mamə nədir burada əslində? Məstərdir də. Bərpa eləyə bilirəm. Oyun zamanı, yəni oyunda qaçmaq. Çatdı. Demək, mamə inkarda olur. İnkarda biz intonasiya edə biləcəyik. Qaçma. İsim düzəldən şəkilçisi olur. Məsələn, burma. Burma. İnkarda olsaydı, onda biz dedim ki, ay uşaq, filan işi, məsələn, filan şeyi burma. Məsələn, o görməsini itirdi. Görməsini itirdi. Görməsini nədir burada? Görmə, burma. Görmə, nə? Görmə. Görsüz isimdir. Hə, demək, dedik ki, harda maqmək gördünüz, ancaq məstərin şəkilçisidir. Bəzən, görək burada nə verib? Onun oxuması bunu dedi. Mənsubiyyətlə işlənəndə o qısı düşür.
Bir də mənsup şəklində. Aha. Amma mən bayaq dediyimdə bu yük daşıma bizi yordu. Məsələn, idmanda qaçma, bayaq vermişdim ha. Bu da bundandır. İdmanda qaçma bizi nə etdi? Bizi əldən saldı yazmışam. Aha, bizi əldən saldı. Əslində qaçmaq nə nəzərdə tutur da? Sadəcə qını orada verməyib. Və bu da həmin qaydadır. Məsdər morfoloji cəhətdən feil sayılır. Morfologiyada nə öyrənir uşaqlar? Nitq hissələri. Yəni məsdər nitq hissəsi olaraq nə sayılır? Feil sayılır. Mən yenə deyirəm, siz bunlar mənə bircə əzbər danışmayacaqsınız. Sadəcə oxuyanda başa düşməniz üçün izah edirəm. Və ola bilər ki, mən oxuyum bu cümləni. Deyim ki, məsəl üçün, ay filan kəs. Bu cümlədən nə başa düşürsən? Bax, onu mənə izah edə bilməlisiniz. Xırdaqları bilməsəz, demirəm əzbərin, amma xırdaqları başa düşməsəz, sonra yaxşı olmayacaq. Demək, məsdər dedik ki, həm ismi, burada yazmışdım mən əvvəlki səhifələrdə. Məsdər həm feilin, həm də qırmızını götürək. Bir dənə pozandan da silək. Biraz silək buraları. Aha, məsdər demişik ki, həm feilin, həm də ismin xüsusiyyətini daşıyır. Yəni, burada qaydada verib ki, məsdərin feili aid xüsusiyyətləri və məsdərin ismə aid xüsusiyyətləri. Biz demişdik ki, məsdər nədir? Təsriflənməyən feili. Təsriflənən feilin təsriflənməyəndən fərqi nə idi? Ancaq feilin xüsusiyyətini daşıyır. Amma təsriflənməyən feillərin isə feildən əlavə olaraq başqa nitq hissələrinin xüsusiyyətini daşıyır. Məsdər feillə ismin xüsusiyyətini daşıyır. Demək, məsdərin feilə aid olan xüsusiyyətləri, məsdər hərəkət bildirir. Ümumiyyətlə, bütün məsdər feil, sifət, feil bağlama var. Hamısının feilə aid xüsusiyyətləri odur ki, hamısı hərəkət bildirir. Demək, məsdər təsdiqli və inkarda olur. Məsələn, oxumaq, oxumamaq özü verib. Təsirli, təsirsiz olur. Təsirli, təsirsiz izah elədim sizə. Məsələn, yazmaq, oturmaq. Baxın, bayaq verdim də, məsələn, deyirdi ki, buradakını yazım, bayaq şunu yazım, oturmaq. Bir düzmək. Gəl buna sual verək. Buna ümumiyyətlə biz nəyi sualını verə bilərik? Sual versə çoxu sual verərik hər birinə, o heç. Sadəcə bizə nəyi sual lazımdır? Nəyi düzmək deyə bilirsən? Bəli. Nəyi oturmaq deyə bilirsən? Xeyr. Nəyi qaçmaq deyə bilirsən? Xeyr. Demək, bu ikisi təsirsiz feildir. Bu isə təsirli feildir. Məsdərin feilə aid olan xüsusiyyətləri odur ki, yəni məsdərlər həm təsirli feil olur, həm də təsirsiz feil olur. Qrammatik məna növündə olur. Mən bayaq dedim də, ümumiyyətlə bütün feillər mütləq hər hansı bir məna növündədir. İstir təsriflənən olsun, istir təsriflənməyən olsun. Sadəcə heç bir məna növünün xüsusiyyətini daşımırsa, biz onu hara atırdıq? Məlum növə atırdıq. Hər nəsə sildirmək hansı məna növündədir? İcbar. Həmçinin nədir? Təsriflənməyən feili. Çünki maqmək məsdər şəkilsi qoşulub. Digərlərini də oxuya bilərsiniz. Özündən əvvəl gələn ümumiyyətlə məsdər feil, sifət, feili bağlama özündən əvvəl gələn sözlərinə belə cümlə üzvü, nitq hissəsi yox. Nitq hissəsi olaraq biz onların hər birinə məsələn stolda oturmağı sevmir. Özümdən bir şeylər uydurdum. Nə etmir? Sevmir. Nəyi? Stolda oturmaq. Bu xəbərin işarəsidir. 2 xət, 40 xət isə tamamlığın işarəsidir. İndi ayrı-ayrı biz nitq hissəsi desək ki, bu cümlədə neçə nitq hissəsi var? Nə deyəcəyik? Stolda isim, oturmağı, feil, sevmir də feil. Düzdürmü? 3 dənə nitq hissəsi var burada. Amma cümlə üzvü olaraq desək, baxın, 2 dənə cümlə üzvü var. 1 stolda oturmaq, 2 də sevmir. Nə üçün biz bu 2 dənə sözü bir yerdə bir dənə cümlə üzvü götürdük? Çünki məsdər özünə əvvəl gələn sözlərlə bir yerdə bir dənə nitq hissəsi, daha doğrusu cümlə üzvü sayılır. Zaten nitq hissəsi olaraq uşaqlar yenə də parçalayırıq. Amma cümlə üzvü olaraq baxın bir yerdə götürürük. Özünə əvvəl gələn sözlər, sonranı yox. Məsdər, feil, sifət, feil bağlamaya bu qayda aiddir hər üçünə də. Və bu bir yerdə işlənən ən azı 2 söz var. Biz buna nə deyəcəyik? Tərkib deyəcəyik. Məsdər tərkibi. Məsələn, stolda oturanı sevmir. Onda nə deyəcəyik? Deyəcəyik feili sifət tərkibi. Amma məsələn, burada stolda söz olmasaydı, cümlə sadəcə bu 2 sözdən ibarət olsaydı, oturmağı sevmir, oturmağı yenə də tamamlıq olacaqdı. Amma biz bunu artıq maqmək axı məsdərdir. Biz buna artıq məsdər tərkibi deməyəcəkdik. Sadəcə məsdər deyəcəkdik. Nə üçün? Çünki özünə əvvəl başqa bir söz yoxdur axı, özünə əlavə eləsin. Özünə hansısa özünə əvvəlki bir sözü əlavə eləsə, biz ona tərkib deyəcəyik.
Bir də mən indi tərkibləri ilə bunu bir yerdə izah edeyim. Tərkibləri. Bir də uşaqlar, baxın. Babam biz gələndə ya da bunu eləyək nənəm. Nənəm biz gələndə fəsəli bişirdi. Aha. Gəlin biz burada əvvəlcə nitqlərini tapaq. Nənə, isim, biz, nədir? Mənsubu biz, siz, onlar, şəxs əvəzliyi, gələndə feil, fəsəli, isim, bişirdi, feil. İndi bizə lazımdır cümlə üzvləri. Gəlin cümlə üzvlərini tapaq. Nə etdi? Həmişə cümlə üzvlərini tapanda birinci xəbər tapın. Nə etdi, bişirdi? Kim? Nənəm. Nə vaxt bişirdi? Nəyi bişirdi? Fəsəlini bişirdi. Nə vaxt bişirdi? Biz gələndə. Zaman, zərflik. Ümumiyyətlə bütün nitq cümlə üzvlərini tapanda, cümlə üzvlərinin suallarını tapanda biz xəbərdən tapırıq. Nəyi bişirdi, nə vaxt bişirdi? Görsəz hamısını biz xəbərin qabağına qoyub digər cümlə üzvlərini tapırıq. Ümumiyyətlə cümlə üzvlərini tapanda həmişə birinci xəbər tapırıq, bunu da yaddan çıxarmayın. Və digər cümlə üzvlərinin sualında biz xəbər vasitəsilə bilirik. Nəyi bişirdi, nə vaxt bişirdi, kim bişirdi? Hər nəsə. Mən burada nəyi demək istirdim? Nə üçün? Mən dedim ki, bax bu anda əndi nədir? Anda əndə, arçın, ərkən, qohum şəkilsə bir-birini əvəzləmək olur da, biz gələrkən. Anda əndə, arçın, ərkən nədir? Feili bağlamanın şəkilçiləri. Nə üçün? Bax, feili bağlamada özünə əvvəlki gələn sözü özünə bir də qəbul etməli idi. Nə üçün nənəm? Bununla bir də zaman zərfliyi getmədi. Belə niyə bir dənə zaman zərfliyi getmədi? Xeyr ola. Hə? Çünki uşaqlar, qayda belədir ki, ondan əvvəlki gələn sözlər, bu sözlər var, bu iki söz gələndə sözdən əvvəl gəlir, düzdürmü? Gərək hər ikisi də feili bağlamalı söz var ha. Gərək ona məzmun cəhətdən aid olsun. Məsələn, biz gələndə deyə bilirik. Nənəm gələndə deyə bilirik, yox. Çünki gələn bizik. Nənəm gəlməyib baxın. Nənəm bu feilə aiddir. Baxın, bu sözə aiddir. Nənəm bişirdiyə aiddir. Nənəm gələndə feilinə, gələndə sözünə aid deyil. Məsələn, əgər cümlə belə olsaydı ki, nənəm gələndə, məsələn, nənəm, bax belə yazaq. Nənəm bizə gələndə fəsəli bişirdi. Nə etdi bişirdi? Kim? Nənəm. Amma hələ tələsməyib. Kim sualını veririk deyə mübtədə qoymağa tələsməyib. Görək, bu gələndə sözünə aid yox. Nənəm gələndə fəsəli bişirdi. Nənəm bizə gəlib, düzdürmü? Nənəm bizə gələndə fəsəli bişirdi. Nənəm gəlib də, nənəm yəni gələndə feilinə aiddir. Yəni bu bir yerdə zaman zərfliyə götürüləcək. Gördünüz? Amma bayaqki cümlə var daha. Nənəm biz gələndə fəsəli bişirdi. Bişirdi. Çox səliqəsiz yazıram. Nə etdi? Bişirdi. Nənəm. Yenə də, bax, burada da işi görən nənəmdir. Burada da bişirdi sözünə aid olan nənəmdir. Burada da bişirdi sözünə aid olan nənəmdir. Hər ikisində də var. Amma görək, burada anda əndəli bu feili bağlamanın tərkibinə daxildir ya, yox. Ona baxmalıyıq. Baxın, uşaqlar, burada ikinci cümləyə baxaq. Nənəm bişirdi. Nənəm gələndə. Nənəm gələndə deyə bilirəm, yox. Demək, nənəm bunlardan ayrıdır. Biz gələndə deyə bilirəm. Biz ona görə gələndəndən bir yerdə götürülür. Amma nənəm gələndə sözünə aid deyil. Amma birinci cümləyə baxın. Nənəm bizə gələndə fəsəli bişirdi. Nənəm gələndə deyə bax, bizə gələndə deyə bilirəm. Amma bunlar bir dənə zaman zərfi götürülür. Nənəm gələndə deyə bilirəm. Bəli, çünki nənəm gəlib də, gələn biz dedik ki, gələn nənəmdir. Ona görə hamısı bir yerdə, bir dənə zaman zərfliyidir. Ümid edirəm ki, başa düşdünüz. Tərkiblər belə olur. Yəni gərək tərkib adlanması üçün o məstər feil, sifət, feili bağlama var. Özünə əvvəlki sözləri özünə bir yerdə götürsün. Yoxsa tərkib sayılmır. Məstər tərkibi sayılmır. Sadəcə məstər sayılır. Görək burada nə deyir? Özünə əvvəl gələn müəyyən sözlərlə birlikdə məstər tərkibi mən gətirir. O təkcə məstər yox, bütün təsriflənməyən feillərə məstər, feil, sifət, feili bağlama hər birinə aiddir. Nəsə, gəlin buraları silək. Lazımsız yazıb doldurmuşam. Demək, yox, bura qalıb. Məsələn, isim aid xüsusiyyətlər. Hər feil aid xüsusiyyətlər nədir? Məsəl feil bildirir. Normaldır, yəni feil məsəl nitqsəs olaraq feil sayılırsa, təbii ki, o hərəkət bildirəcək. Təsdiqdə inkarda olur. Onu da ümumən yadda saxlayın. Oxumaq, oxumamaq deyə bilirəm. Bəli, demək o məsəl inkarda da hesab olunur. İnkarda da işlənə bilir. Təsirli, təsirsiz olur. Bunu yadda saxlayın. Nəyi oxumaq deyə bilirəm. Bir dənə oxumaq sözündən çox şeylər yadda saxlaya bilərsiniz. Nəyi oxumaq deyə bilirəm. Oxumaq, oxumamaq deyə bilirəm.
Yəni təsdiqdə inkarda olduğu, təsirli, təsirsiz olduğu, qrammatik məna növlərində işlənə bilir. Məsələn, oxunmaq, kitab oxundu. Oxunmaq hansı məna növündədir? Məchul növdədir. Sonra özünə və gələn sözünə bir yerdə tərkib əmələ gətirir. Tərkib onsuz bir dənə məsdər fe'l sifət fe'l bağlamadır. Yəni təsriflənməyən fe'llərdir. Başqa nitqlərində tərkib söhbəti yoxdur. Məslərin ismə aid xüsusiyyətləri. Demək, məsdər hərəkətində sualını vermək olur. Amma məslərə ismin də sualını vermək olur. Amma ismin sualını yalnız nə sualını vermək olur. Mənə gedib ismin bütün suallarını, desəm ki, məslər ismin hansı suallarına cavab verir. Gedib orada mənə kim nə hara desəz incimin məndən. Kim nə hara ismin bütün suallarıdır. İsmin bütün suallarına cavab vermir. Sadəcə ismin nə sualına cavab verir. İşte, məsələn, oxumaq, oxumamaq. Nə? Nə etmək? Gördünüz, ismi sadəcə nə sualına cavab verdi. Bir də isim nədir? İsim əşyanın adını bildirir. Düzdürmü? İsim ad bildirir. Fe'li məslərdə ad bildirir isim kimi. Amma isim kimi əşyanın adını bildirmir. Hərəkətin adını bildirir. Gördünüz? Çünki axı məslər hərəkətdir. Necə bu əşya olsun? Axı bu isim deyil. Hərəkətdir, bu feildir. Sadəcə məsələ bu feil var, oxumaq feili. Oxumaq feilinin adını bildirir. Bildiniz? Məsələrin ism aid olan xüsusiyyəti odur ki, ad bildirir, amma isim əşyanın adını bildirir. Məsələ isə hərəkətin adını bildirir. Sonra məsələdə biz deyirik ki, məsələr hal şəkilçisi qəbul edir. Məsələr hal şəkilçisi qəbul edir. Sonra nə qəbul edir? Mənsubiyyət şəkilçisi qəbul edir. Gəlin nümunəni göstərək. Oxumağın, elə eyni feil üzərində gedirəm. Oxumağın faydası, bir də deyir şagirdlərin oxuması və ya oxumağı eyni sözdür. Məməl bir dedik ki, burada yenə də məslərdir də. S bitişdirəcək, I da mənsubiyyət. Oxumağın, oxu sözün kökü, maq məkini də mənsubiyyət, ın yiyəlik. Aha. Demək, məslərlər ismin həm yiyəlik, həm də mənsubiyyət şəkilçisini qəbul edə bilir. Yəni, ism aid xüsusiyyətlərindən də biri odur. Bilirik də, normalda bilirik ki, ismin kateqoriyalar sayılır. Cəm, mənsubiyyət, hal, xəbəri. Amma məsələ də qoşula bilir. Amma bu xüsusiyyətlər təsriflənən feillərdə yoxdur, ha. Ancaq təsriflənməyənlərdədir. Nəysə, mənsubiyyətə görə dedik dəyişir, hallana bilir. Bunları dedik. Hə, bunu mən dedim ki, təsriflənməyən feillər cümlədə yalnız cümlə üzvü kimi uşaqlar. İsmi feili xəbərdən başqa bütün cümlə üzvləri olur. Məsələn, oxumaq faydalıdır. Nədir faydalıdır? Nə oxumaq? Burada oxumaq nə olur uşaqlar? Mübtəda. Sonra məqsədim oxumaqdır. Oxumaqdır bu da nədir? Xəbərdir. İndi xəbərin iki növü var da. İsmi xəbər, bir də var feili xəbər. Feili xəbər nə idi? Yalnız təsriflənən feillərlə ifadə olunurdu. Təsriflənməyən feillərlə ifadə olunarsa, digər nitqlərlə ifadə olunarsa, onlar həmişə ismi xəbəridir. Onu 8 sinifdə səhv etmirəmsə keçirlər. Demək, məslər işlənibsə, məslər feili xəbərdən başqa bütün cümlə üzvləri olur. Həmçinin ismi xəbərdə olur. İndi burada məslər xəbərdir də. Səncə bu feili xəbərdir, yoxsa ismi xəbərdir? Axı dedik, məslər təsriflənməyən feillər feili xəbərdən başqa bütün cümlə üzvləri olur. Demək, bu xəbərdirsə, heç vaxt feili xəbər deyil. Demək, xəbərdirsə, bu mütləq ismi xəbərdir. Çatdı? Həm ümumiyyətlə feili xəbər yalnız bunlarla ifadə olunur. Təsriflənən feil. Məsələn, desək ki, oxuyur. Nə edir oxuyur? Cümlə üzvü olaraq biz bunu xəbər götürsək, təsriflənən feildir də, yəni oxuyur, təsriflənən feildir. Demək, bu necə xəbərdir? Feili xəbər. Keçək qaydaya. Üçüncü şəxs xəbər şəkilsini qəbul edir, cümlədə ismi xəbər olur. Nədir? Çatmaqdır. Arzu məqsədim çatmaqdır. Nədir? Çatmaqdır. Nə? Arzu. Ya, məqsədə çatmaq bir yerdə götürülür. Aha. Qoşmalarla işlənə bilir. Oxumaq üçün, oxumağına görə. Bu daha ismə aid xüsusiyyətidir. İsimlər bilir ki, qoşma ilə işlənir.